Hal-hazırda Naxçıvan şəhəri 6-cı məhəllədə işlər davam etdirilir. Eyni zamanda Hacı Niyyət, Qaraçox və Babək məhəllələrində də işlər davam etdirilir. Hacı Niyyət istiqamətində işlərin 50% tamamlanıb. Babək məhəlləsində isə işlər tam olaraq tamamlanıb. Qısa zamanda işlər yekunlaşaraq əhalinin istifadəsi üçün təhvil veriləcək. İlk olaraq asfalt qatı yatağının hazırlanması üçün altda olan qrunt qatları, qararsız materiallar çıxarılır, yeni materiallarla əvəz olunur və beton kanal salınma işləri davam etdirilir. Və eyni anda da Qaraçox məhəlləsi, Çuxur məhəlləsi adlanılan məhəllədə də, Həsəmət Ruğun küçəsində də beton kanalların salınması hazırda davam etdirilir. Çalışıq ki, ilin sonuna qədər işlərin tamamlanması üçün çalışırıq. Əlimizdən gələni edirik ki, işlər ilin sonuna qədər tamamlansın, asfalt yatağının hazır vəziyyətə gətirilsin və asfaltlanma işlərinə başlansın.